Daxiliyyətində bir ton su çəni, ehtiyac su çəni var, hörmətli izləyicilərimiz. 2 mərtəbə, 4 otaqlı şəxsi tikili ev. Arxa həyətində də yer var, videonun irəliləndə göstərəcəm sizlərə. Giriş etdiyi evimizə mətbəx, hol hissə, sanitar qovşaq hissə döşəmədən isitməlidir. Çox böyük olan malik ev. Qiymət 125 min manatdan 117.500 manata endirilib. Evin salon hissəsi, hörmətli izləyicilərimiz, panoram pəncərə öz həyətinə baxan böyük, normal həyətdir. Mərtəbələr arası monolit beton, pilləkan, perla, dəmir, raşotka və pilləkanımız monolit beton. Mətbəx hissəmiz 16 kvadrat, qəşəng, qoşa daşlar inşa olunmuş evdir. Burada evimizin sanitar qovşaq hissəsi var. Böyükdür, qəşəng təmir olunub, keramogranit mərmərlə. Buradan arxa həyətə çıxış var. Hörmətli izləyicilərimiz, göstərim sizlər üçün. Evin arxa hissəsinə çıxdıq və burada hardasa 12 kvadrat əlavə yer var. 2 hissə əkilib, burada siz burada kombi xətti burada yerləşir. Əlavə nəsə burada eləmək, artıq əldamı, kombi otağı və manqal paltar asmaq üçün yerlər montaj eləyə bilərsiniz. İkinci mərtəbədə isə 3 yataq otağı, 1 sanitar qovşağımız yerləşir. Pilləkanda görürsünüz mərmər, qiymət yenə xatırladım 125 min manatdan 117.500 manata endirilib. Müştərimiz real olarsa yenə qiymətdə endirim olunacaq. Hol hissəmiz böyük şəkildə, hörmətli izləyicilərimiz. Burada da ikinci mərtəbənin 5 kvadratlıq sanitar qovşaq hissəsi böyükdür, döşəmədən isitməli. 18 kvadratlıq bir yataq otağımız, 20 kvadratlıq bir yataq otağımız. Bu yataq otağından da balkona çıxışımız var. Vitraj pəncərəli. Bura isə 16 kvadratlıq digər bir yataq otağımız. Həyətində göstərim sizlərə buradan. Bax, normal şəkildə evdir. Hər tərəf məhlə, qəşəng formada. 2 sot yarımda sənədlər qaydasında olan həyət evimiz, fərdi yaşayış, xüsusi mülkiyyət 117.500 manat, 125 min manatdan endirilib. Real müştərilərə təbii ki, yenə də endirim gözlənilir. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.